xalq artistinin arzuları bununla bitmir. Allah tərəfindən hər bir insana müəyyən ömür qismət edir. Mən yaşadığım dövrdə gördüm. O qədər özünə baxan və gənc həyatdan gedən adamlar gördüm. Özünə baxmayan, 90 yaşına qədər yaşayan gördüm. Alın yazısına inanıram. Amma arzu edirəm ki, mən elə bir vəziyyətə gəlib çatmayayım ki, mən yorğan döşəklik olur. Yəni, öləndə də simpatizm olur. Belə kimlərisə əziyyət verməyim, özüm də əziyyət çəkməyim. Çox belə ləzzətli ölməyə, belə bilsən. Yəni, heç kimə əziyyət verməyim, özüm də əziyyət çəkməyim.